Uca Rabbimiz Kur'an-ı Kerim'de hududullah deyir. Allah'ın hədləri, Allah'ın sərhədləri. Bir mümin, bir Müslüman ister insanlar içerisinde olsun, ister təklikdə olsun, Allah'ı tanıyırsa, Allah'ı sevirse heç vaxt hüdudları aşmaz. Heç vaxt sərhədləri aşmaz. Heç vaxt insanların qəlbini qıracaq, incidəcək söz demez, onlara toxunmaz. Fitne, fesat törətməz. Ne üçün? Çünkü o hüdudları bilir. Allah'ın sərhədlərini bilir. Allah'ın sərhədlərinin aşılmasının qeyrətullaha toxunmağını da bilir ki, bugün dünyada baş veren hadiseleri görürsünüz. İster fert çerçevesinde olsun, ister dövlətlər çerçevesinde olsun ki, eğer bir insanlar, bir dövlətlər hədləri aşarsa, hüdudları aşarsa, mütlak manada Allah'ın Qahhar ismine toxunar, Allah'ın qeyretullahına toxunar ve Uca Rabbimizin emri, işi orada təcalla etmeye başlayar. Məsuliyyətin yerini məsuliyyətsizlik aldı. Əslində bir mümin, bir Müslüman Allah Resulü'nü sallallahu aleyhi ve alihi ve sellemi özüne örnek götürürse, onun hayatı bütövlükte 63 illik ömrü məsuliyyət içerisinde geçti. Ve o mübarek Resul'dan sonra gelen Əhl-i Beyt imamları da belə oldu ki, onlara biz məsumlar deyirik. Heç birinin hayatında nöksan ve kusura yoktur. Ve aynı zamanda sahabe-i kiramın hayatına baktığımız zaman görürük Allah Resulü de onları göydeki ulduzlara benzedir ki, yolunu itirenler, azanlar ulduz misali onlara yapışabilərlər. Her biri məsuliyyətlə yaşadı ve bu məsuliyyətin nəticəsiydi ki, Allah Resulü'nün 120 bin sahabesinden 10 bininin mezarı Bəqi mezarlığında, Medine'de 10 bininin mezarı Cennetül Mealla'da, Mekke'de 100 bin sahabe ise konfor şəraitdə yaşamak hakları, hüquqları olduğu zaman ki artık İslam'ın fətihlər dövrüdür, baş alıp getdilər dünyanın bütün dört bir tərəfində İslam'ı təbliğ etmək üçün, İslami dəyərləri yaymaq üçün. Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın.